Salam hörmətli izləyicilərimiz, Azedu Təhsil Portalı ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq layihəsi olan Təhsilsiz proqramının növbəti buraxılışında efirdəyik. Dəvətli qonağımız tanınmış təhsil mütəxəssisi Elçin əfəndidir. Elçin bəy, xoş gəlmişsiniz. Çox sağ olun, bəy, təşəkkür edirəm. Elçin bəylə biz bugün az qala 7-dən 77-yə hər kəsin xüsusi marağında olan, gündəmin əsas təhsil mövzusu olan imtahanlar, buraxılış imtahanları, onların nəticələri, həmçinin qarşıda bizi gözləyən qəbul imtahanları barəsində ətraflı danışacağıq və qəti şübhəmiz yoxdur ki, Elçin bəylə əksər suallara biz lazımi cavabı tapacağıq. Elçin bəy, əslində tamam başqa bir sualı biz hazırlamışdıq ki, onunla başlayaq verilişi, amma biraz planlar dəyişdi. Nəyə görə? Az öncə sizə deyim ki, bir saat bundan öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Mələkə xanım Abbaszadə mediaya açıqlama verdi və açıqlamada əsasən ötən ilki buraxılış imtahanlarının nəticələri ilə bu ilki buraxılış imtahanlarının nəticələrinin demək olar ki, eyni səviyyədə olduğunu bildirdi. Yalnız Azərbaycan dili fənninin bu ilki göstəricilərinin ötən ilkindən yüksək olduğunu, digər iki istiqamət, riyaziyyat və xarici dildə isə demək olar ki, eyni səviyyədə qaldığını bildirdi. Elə biz də isti-isti söhbətimizə bu məsələdən başlamaq istədik. Buyurun, fikirlərinizi almaq bizə maraqlı olar. Nəzərinizə çatdırın ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 9 mart tarixində cari ilin məzunları üçün buraxılış imtahanlar keçirildi, qəbul imtahanı birinci mərhələsi. Və burada hər iki istiqamət üzrə təxminən 116 mindən bir qədər artıq şagird iştirak edirdi. Əlbəttə ki, nəticələr elan olunduqdan sonra ötən dövrlə müqayisə etsək, maksimal nəticə göstərən abituriyentlərin sayı da yenə də 40 üzərində qeydə alındı. Ötən ilki nəticə ilə müqayisələndirsək, demək olar ki, 13 nəfər, 14 nəfər bir azlıqla, amma yenə ümumilikdə yüksək bal toplanan sayı əvvəlki dövrlərlə müqayisədə artıq idi. Və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının Mələkə xanım Abbaszadən açıqlanmasını da nəzərə alsaq, bildirdiyinə görə Azərbaycan dili fənni daha yaxşıdır. Riyaziyyat və xarici dil isə ötən ilki nəticələrlə demək olar eynilik təşkil edir. Amma gəlin biz baxaq görək ötən il vəziyyət necə idi ümumiyyətlə fənlərə görə. Ötən illərə riyaziyyatdan bilirsiniz ki, abituriyentlər daha yaxşı cavablandırmışdılar. Hətta ilk imtahan göstəriciləri riyaziyyat fənnindən daha yaxşı idi. Yəni ötən ilin deməli 3 mart tarixində səhv etmirəmsə keçirilmişdi imtahan və 10 mart tarixində imtahan da yenə riyaziyyatı daha yaxşı cavablandırmışdılar. Hansı ki, Azərbaycan dilindən müqayisələndirəndə. Amma əgər biz indi müqayisə aparsaq ki, Azərbaycan dili nəticəsi ötən ildən daha yaxşıdırsa, deyilirsə, demək ki, Azərbaycan dilindən daha yaxşı göstəricilərə sahibdir iştirakçılar, imtahan verənlər və riyaziyyatla xarici dili eynilik təşkil edirsə, demək ki, ötən il riyaziyyat yaxşı idi ki, bu illərdə yenə riyaziyyatın nəticələri eynilik təşkil edir. Və bu onu deməyə əsas verir ki, ən azından bu həm Mələkə xanımın fikri, həm də ötən ilki təhlillər əsasında Azərbaycan dili və riyaziyyat fənləri xarici dillə müqayisədə daha yaxşıdır nəticə baxımından. Və əgər belə vəziyyət varsa, bu xüsusilə təsir edəcək ali təhsil müəssisələrinin qəbulunda 3-cü ixtisas qrupu istiqamətinə, o cümlədən də 1-ci ixtisas qrupu istiqamətinə. Çünki burada həm riyaziyyatın yaxşı olması, həm Azərbaycanın yaxşı olması əsas səki əmsalı yüksək nəticələr verən riyaziyyatda, daha doğrusu 1-ci qrupda riyaziyyat fənnidir, 3-cü ixtisas qrupunda isə Azərbaycan dilidir. Hər iki fənn 250 bal verir buraxılış mərhələsi və blok mərhələsindən birgə. O nöqteyi nəzərdən düşünürəm ki, bu ilki Mələkə xanımın açıqlamasının, yəni məntiqi nəticəsi olaraq əgər 3-cü ixtisas qrupunun abituriyentləri blokda da uğurlu olarlarsa, bu ümumi 3-cü ixtisas qrupunda formalaşacaq keçid ballarına təsir etmiş ola bilər. Yəni, hansı istiqamət təsir edir Elçin bəy? Əsasən, DT alt qrupu ixtisasları ki var. Bilirsiniz, burada daha çox ixtisaslar yer alır. Digər alt qrup TC, coğrafiya olan alt qrupda isə 2 ixtisaslı beynəlxalq münasibətlər və regionşünaslıq istiqamətlərdir. Burada DT alt qrupunda Azərbaycan dili nəticəsi düzdür, TC-də də yenə 150 bal təqdim edir Azərbaycan dili üzrə. Amma DT-də formalaşacaq ixtisaslar üzrə keçid ballarının ötən dövrlə müqayisələndirsək, bir qədər artacağı proqnozlaşdırılır. Çünki mən geri gəlmişkən bir statistik məlumata çatdırım. Bugün aprel ayının 24-ü və bilirsiniz, elektron ərizə qəbulu prosesi aparılır hal-hazırda. Blok imtahanı birinci cəhd təşkil. Bəli, 1 may tarixində bu proses yekunlaşacaq. Hal-hazırki vəziyyətdə statistika 1-ci ixtisas qrupu üzrə 20 min nəfərdən yuxarıdır. 2 və 3-cü ixtisas qrupunda artıq 17 min üzəri qeydiyyatdan keçən abituriyent sayı var. 4-cü ixtisas qrupunda isə 4 min nəfərdən çoxdur və gözləyirik biz indi qarşıdakı dövr ərzində təxminən bir həftə zaman qalır, 7-8 gün və bu zaman kəsiyində də ən azından 1-ci ixtisas qrupunda təxminən 30 min nəfərə yaxın qeyddən keçəcək.
ehtimal ki, 2 və 3-cü ixtisas qrupunda, əsasən 3-cü ixtisas qrupunun abituriyentlərin sayı ötən dövrlə müqayisədə təxminən 1000-2000 artıq olacaq, yəni ən azı 20-23 min həddinə qədər ola bilsin ki, artacaq. Birinci ixtisas qrupunda, daha doğrusu ikinci ixtisas qrupunda isə təxminən 19-20 min nəfərə qədər müraciət sayı qeydə alına bilər. 4-cü ixtisas qrupuna gəldi isə burada təxminən 6000 nəfər və yaxud da 6000 nəfərdən bir qədər artıq iştirakçı sayı qeydə alınacaq və gördüyünüz kimi bu ilki ildə ötən illə müqayisədə daha çox abituriyent məhz müsabiqəyə qatılacaq və bu da hər bir ixtisas qrupunda ümumi vəziyyətin gərgin keçəcəyi anlamını verir. Yəni indi yəqin ki, bu məsələlərə toxunacaq qarşı zaman keçsin. Bəs ən çox proqnoz irəlisürdünüz Elçin bəy ki, yəni müəyyən qədər rəqabəti artıra biləcək və gərginliyin artması səbəb olacaq. Bu daha çox hansı ixtisas qruplarında, üçüncü dediniz, bəli, üçüncü ixtisas qrupunu qoyuruq kənara, çünki onunla bağlı ətraflı izahını bildirdiniz. Digər ixtisas qruplarında, indi təbii ki, burada birinci ixtisas qrupu əsas gərginlik mənbəyi olacaq, indi səbəbinə toxunacağıq. Digər ixtisas qruplarında durumlar haqqında da incələmə aparaq, zəhmət olmasa. Ondan da əlavə mən bir, məsələn, demək istərdim. Dövlət İmtahan Mərkəzi bu ilki qəbul qaydalarında müəyyən bir dəyişiklik etdi. Bilirik ki, birinci ixtisas qrupu 2 alt qrupa bölünür, ERKA və ERI alt qrupları. Ötən illəri bir abituriyent eyni vaxtda həm ERKA, həm ERI alt qrupunu seçə bilirdi. Bu il isə yalnız birini seçmək öhdəliyi var. Ya ERKA-nı seçməlidir, ya da ERI-ni seçməlidir. Hazırda sosial şəbəkələrdə, böyük təhsil qruplarında, abituriyent səhifələrində, eləcə ictimaiyyətdə, xüsusən də valideynlər arasında bu çox ciddi narazılıqla qarşılanır. İstərdim ki, həm birinci detal, həm də ikinci detalla bağlı biz sizlə ətraflı danışaq. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi informatika fənni üzrə artıq səhv etmirəmsə 3-cü il olacaq ki, qəbul imtahanı keçirir. 9 ixtisaslı bu ildən etibarən ixtisasların sayı artacaq. Orada da proqram təminatı mühəndisliyi və data analitikası ixtisasları gəlməklə və ümumilikdə məhz bu ixtisas qrupunda, məhz ERI alt qrupunda 150 ballıq ixtisas bilirsiniz ki, yoxdur. Bütün ixtisaslar hamısında iştirak etmək üçün minimal abituriyent 200 bal və daha artıq nəticə göstərməlidir. Xüsusilə blok imtahanı 100 bal limitini keçməlidir. Və bu ilki ildə ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzi aldığı qərar oldu ki, informatika üzrə ayrıca fənn olaraq imtahan götürülməyəcək. Yalnız abituriyent əgər birinci ixtisas qrupunda gedirsə, əgər o hər iki ixtisas üzrə ixtisas fənləri üzrə daha doğrusu imtahan vermək istəyirsə, o yalnız belə edə bilər. Birinci cəhdə tutaq ki, ERKA alt qrupdan imtahan verir, ikinci cəhdə riyaziyyat informatika və yaxud da əksinə. Və əlbəttə burada alınan qərar düzdür, mən də ilkin olaraq etiraz etdim, amma sonra müvafiq detallarla tanış olduqdan sonra məlum oldu ki, bəli, alınan qərar əslində doğrudur. Çünki burada bəli, ədalət prinsipinin saxlanılması baxımından məhz bu qərar alınıb. Çünki burada kütləvi şəkildə əgər bir yerdə hüquq və ədalət pozulursa, o zaman mütləq belə bir qərarın alınması vacibdir. Məsələn, tutaq ki, imtahan iştirakçıları arasında 6000 və yaxud da 7000 nəfər riyaziyyat informatika alt qrupu üzrə gedir. Onların içərisində 4000-5000 nəfər prosesə bir qədər daha hiyləgər yanaşır, açığını deyim. Və onlar birinci cəhdə hər iki alt qrupu seçirlər, ERKA və ERI. Birinci cəhdə yalnız 2 fənnin sualını cavablandırırlar, riyaziyyat və fizika. Kimyaya vaxtını isə sərf edirlər məhz bu 2 fəndə. Ona görə onların nəticələri vaxt baxımından belə qabağa düşürlər və ona görə onların nəticələri daha da artıq olur. Eyni zamanda ayrıca gündə informatika fənnindən imtahan verərkən artıq 1 saatı tam da yenə informatika sərf edirlər. Belə götürəndə 4 saatı 3 fənnə həsr edirlər. Amma başqa biri məsələn bu barədə daha dərindən düşünmədiyi üçün və yaxud da deyək ki, özünün o ədalət tərəzisini pozmadığı üçün düşünür ki, məsələn, onu konkret verilib informatika alt qrupunun imtahan versin, kimyada da imtahan versin. Ona görə də düşünülür ki, bəli, bu qərar mütləq aradan qalsın. Çünki belə bir vəziyyətin olması ixtisaslar üzrə rəqabəti daha da çətinləşdirir, daha da gərginləşdirir. Məsələn, birinci ixtisas qrupunda bu ilki ildə indi hal-hazırda biz gözləyirik ki, bu qərar alındıqdan sonra tədris ingilis dilində və daha çox müraciət olunan perspektivli ixtisaslar istisna qalanlarında keçid ballarında müəyyən qədər enmələr qeydə alınacaq. Siz bildirirsiniz ki, Elçin bəy, yəni bu qərardan sonra yalnız ERKA yaxud da ki, yalnız ERI qərarının seçilməsindən sonra durum olacaq ki,
Bu RI alt qrupunda keçid balları aşağı düşəcək. Bəli, rezident informatika alt qrupunda tədris ingilisində olan ixtisaslar və perspektivli ixtisaslar istisna. Qalanlarında məsələn bu ixtisasların hansını təşkil edir? Proseslərin avtomatlaşdırılması mühəndisliyi, robot texnika və mexatronika mühəndisliyi, eyni zamanda kompüter mühəndisliyi. Bu kimi ixtisaslarda bir qədər ballar yenəcək. Amma informasiya təhlükəsizliyidir, informasiya texnologiyalarıdır, yeni yaradılmış proqram kompüter elmləridir. Kompüter bunlarda bir qədər yenə də əvvəlki bal artımı qeydə alına bilər, amma digərlərində isə ballar aşağı yenə bilər. Amma digər alt qrupa baxsaq biz rezet kimi alt qrupunda. Bəli, burada isə ballarda artım gözlənilir. Çünki həm müraciət sayı çoxdur digər alt qrupla müqayisədə. Eyni zamanda da artıq müraciət edənlər bu dəfə daha planlı imtahan verəcəklər. Yəni onlar artıq imtahana girəcək. Çünki RK istiqaməti bəllidir. Bu şəxs girdi imtahana və rezet və kimi fənnini cavablandırdı. Ona görə də birinci ixtisas qrupu ilə bağlı ballar necə dəyişə bilər bir sualınıza cavab olaraq bildirim ki, RK alt qrupunda ballarda müəyyən qədər artım gözlənilir. Rezet informatika alt qrupunda isə məhz bəzi dediyimiz ixtisaslarda müəyyən qədər ballarda enmə qeydə alınacaq. O da bu ilə alınan qərar əsasında. Üçüncü qrupla bağlı bayaq toxundum. Gəlir ikinci ixtisas qrupu. İkinci ixtisas qrupunda bu iki ildə rəqabət çox gərgin olacaq. Çünki müraciət edilən abituriyentlərin sayı demək olar ki, artıq olur. Yəni, hal-hazırki vəziyyətimiz baxsaq, ötən dövründən eynilik təşkil edir. Amma indi qarşıdakı günləri bir həftədən çox vaxtımız qalıb bizim. Ən azından bəli 20 min nəfərin üzəri olacaq dəqiq proqnozlaşdırılır və bunların içərisində də əgər Məlikə xanım da qeyd etdiyi kimi Azərbaycan dili sualları bu il daha asan olubsa, ikinci ixtisas qrupda bir növ humanitara daha yaxın ixtisas qrupudur. Çünki burada əsasən riyaziyyat, paralel olaraq tarix, coğrafiya yer alır və ona görə düşünürük ki, bu il ikinci ixtisas qrupunun abituriyentləri nəticələrini daha yaxşı əldə edə biləcəklər ki, bu da ikinci ixtisas qrupunda bu tədris ingilisində olan ixtisaslar və daha çox əmək bazarında tələbat olan ixtisaslar istisna. Qalan digərlərində isə balların enməsi nə gətirib çıxara bilər? Hansılarda ola bilər? Məsələn, enmə turizm bələdçisidir, turizm işinin təşkilidir, müəyyən qədər statistika daxildir, bunlar hidrometeorologiya daxildir, coğrafiya ixtisasının özüdür. Yəni, bu ixtisaslarda ballarda enmələr gözlənilir. Qalan digərlərində isə ballar ötən ilki və yaxud da ondan bir qədər artıq qeyd alınacaq. Azərbaycan bölməsində, Rus bölməsində yer gəlmişkən bütün qruplara mən bunu şamil edirəm. Bu il Rus bölməsində ümumiyyətlə ballarda enmə gözlənilir. Nəyə əsasən etsinlər? Bu fikrim ona əsaslanır ki, ilk növbədə bu ilki də keçirilmiş buraxılış imtahanında biz maksimal nəticə göstərən abituriyentlərin içərisində Rus bölməsi qətiyyən yoxdur. Hamısı Azərbaycan bölməsinin abituriyentləridir. Eyni zamanda Rus bölməsinin göstəriciləri olduqca aşağıdır. Çünki Rus bölməsinin abituriyentlərindən, eyni zamanda onların valideynlərindən biz apardığımız sorğu əsasında əksəriyyəti apellyasiya müraciəti verməyə çalışırdılar. Apellyasiya müraciət edib nəticələrinə yenidən baxılmasını tələb edirdilər ki, məsələn, onlarda yoxlama zamanı səhvə yol verilib və yaxud da onların nəticələri daha aşağı gəlib, gözləntilərindən aşağıdır və bütün bunlar üçün o demək əsas verir ki, məhz Rus bölməsində buraxılış imtahan göstəriciləri aşağıdır və blok imtahanla müqayisələndirsək də buraxılış və blok imtahanları, blok imtahanları daha ciddi bir imtahandır, nə mənada ciddi yanaşılmanı tələb etdiyi üçün. Çünki burada səhv cavablar, doğru cavablara təsir edirsə, buraxılışda belə bir faktımız yoxdur bizim. Ona görə də blok imtahanlarında səhv edib balın aşağı enmə məsələsi var. Bu, yenə də istər Azərbaycan bölməsi, istərsə də Rus bölməsinə daxildir. Amma ümumilikdə buraxılış imtahanlar göstəriciləri Rus bölməsində aşağı olması, blok imtahanlarında da bir qədər nəticələri zəif gəlmə ehtimalı yüksək olduğuna görə ixtisasların keçid ballarına təsir edə bilər. Buyurun. Üçüncü qrupla bağlı və ikinə dedik, qalır növbədə dördüncü ixtisas qrupu. Yer gəlmişən 4-də keçid alınmışdan qabaq 5-ci ixtisas qrupunun nəticələrində də müəyyən qədər artım gözləyirik. Çünki bura bilirsiniz, birbaşa buraxılış imtahanı əsasında qəbul aparılır. Buraxılış imtahanı nəticələri də yüksək olduğuna görə bu qrupda da balların artımı ən azından proqnozlaşdırılır. Bəli. Amma dördüncü qrupa gəldikdə, burada dördüncü ixtisas qrupunda bilirsiniz, bu illəri tibb ixtisası Qarabağ Universitetində artıq açılacaq və Naxçıvan və Azərbaycan Tibb Universiteti arasında ortaq bir bal qeyd alınacaq Qarabağda. Yəni Naxçıvandan yüksək, ATU-dan Tibb Universitetindən aşağı. Orta, məsələn, tutaq ki, 620 balla Tibb Universitetinə girirdilərsə, 610 balla Naxçıvana qəbul olurdularsa, 615 bal Qarabağın balı formalaşa bilər. Yəni, burada, amma ümumiləşdirsək, Qarabağda da tibb ixtisasının yaradılması müəyyən qədər plan yerinin artımı deməkdir ki, bu da keçid ballarına müəyyən qədər təsir edəcək. Enmə yaşana bilər. Bəli, 4-cü ixtisas qrupunda, məsələn deyiləm bunu nümunə olaraq, 590 bal məsələn qeyd alınıbsa, bu illəri hardasa 570-75 həddinə qədər enmə gözlənilə bilər.
Qaldı ki, burada daha çox ballar yüksək qeyd alınacaq biotexnologiya ixtisasında, stomatologiyada, eyni zamanda psixologiya ixtisası tədris ingilis dilində, yəni bu ixtisaslarda isə ballarda ötən ilki və ya ondan bir qədər artıq göstəricilər qeyd alına bilər. Amma ümumiləşdirsək, təbii ki, əsas yenə də qarşıda blok imtahan nəticələri vacibdir. Abituriyentlər yaxşı olar ki, blok imtahanına daha ciddi hazırlaşsınlar ki, uğurlu olub buraxılış imtahanla birgə daha yaxşı ixtisaslara sahib olsunlar. Blok imtahanı demişik, Elçin bəy, təbii ki, biz sizin proqnozlarınıza kifayət qədər hörmətlə yanaşırıq və onların əksəriyyətini biz izlədiyimiz surətdə bilirik ki, onların əksəriyyəti də reallaşıbdır. Amma bayaq dediyiniz blok imtahanı məsələsi, çünki blok imtahanlar hələ olmayıb, mayın 25-i başlayacaq. Onun nəticələri biz hələ bilmirik. Üstəgəl, biz ixtisaslar üzrə ayrılan plan yerlərində sayını hələ bilmirik. Və belə olan təqdirdə, yəni biz keçid ballarının dediyiniz o istiqamətlər üzrə artıb və azalmasını nə dərəcədə burada biz əsaslandıra bilərik? Yoxsa ola bilərmi ki, biz keçid ballarından üzr istəyirəm, plan yerlərinin müəyyənləşməsindən sonra bizim bu fikirlərimizdə hər hansı bir dəyişim ola bilərmi? Yoxsa siz deyirsiniz ki, yox, elə mənim indi dediyim proqnoz elə plan yerləri müəyyən olandan sonra da qüvvəsinə qalır. Əsasən, dövlət sosial proqramına daxil olaraq bilirsiniz, plan yerlərinin artımı bu il üstündə nəzərdə tutulub 60 mindən çox. Ötən il 58 minə yaxın qəbul aparıldı. Təsəvvür gətirin ki, 60 min yox, 65 min plan yeri var. Bura həm xüsusi təyinatlı təhsil müəssisələri daxildir, həm mülki təyinatlı təhsil müəssisələri və yeni yaradılmış ixtisasların hesabına və s. plan yerlərinə əlbəttə müəyyən qədər artımı ixtisasların keçid ballarına əsasən təsir edir, müəyyən istiqamətlərdə enmələr. Amma bu açıladığımız hansı ki fikirlər var, tədris ingilis dilində olan ixtisaslar, daha çox perspektivli olan ixtisaslar, əmək bazarında tələbat olan ixtisaslar, bunlarda enmə məsələsi yalnız o zaman baş verir ki, imtahanda hər hansı bir yenilik olsun. Məsələn, 2027-ci ildə biz yenilik gözləyirik ki, xarici dillə bağlı bilirsiniz, ilk dəfə buraxılış imtahanında şəkilli suallar üzərində cavablandırma qeyd ediləcək, hansı ki, bu il 9-cular bu imtahanı verdilər. Yəni, orada müəyyən bir dəyişiklik imtahan nəticələrinə təsir göstərəcək. Digər hallarda isə, məsələn, plan yerlərinin artması, tutaq ki, məsələn, belə bir nümunə deyim, biz deyirik ki, 60 min plan yeri olacaq bu illəri, amma məsələn, Bakı Ali Məktəbində informasiya təhlükəsizliyi ixtisasına 30 nəfər qəbul edilirsə, elə 30 nəfər də saxlanılır. Və gəlir nəticə etibarıyla baxırıq ki, 650 baldan yuxarı nəticə göstərənlər sayı 400 nəfərdir, məsələn. Onların əksəriyyəti məsələmin ixtisasa üstünlük verəcəklər. Ona görə də keçid balı ilə demək olar olduğu kimi qalır. Orada stabil qalır, həm plan yeri stabil qalır, həm keçid balı stabil qalır. Amma məsələn, plan yeri artanda əsasən təsir edir hansı istiqamətdə? 150 ballıq ixtisaslara təbii ki, təsir edir. Eyni zamanda yeni yaradılmış ixtisasların hesabına plan yeri artır. Bəzən bizdə ümumiyyətlə insanlarımızda belə bir fikir formalaşır. Yeni yaradılan ixtisas olanda çox vaxt həmin ixtisasa getmirlər. Çünki bilmirlər ixtisas nədir, məlumatlı deyirlər və yaxud da ixtisasın balı necə formalaşar deyə məlumatlı deyirlər. Ona görə də əvvəlcədən bildikləri hansı ki ixtisaslar var, məsəl o ixtisaslara daha çox üstünlük verirlər. Nəticə etibarilə biz baxırıq ki, məsələn, yeni yaradılmış ixtisasda qəbuldan sonra, birinci mərhələdən sonra boş yerlər qalıb, 3 yer, 5 yer, hansı ki onu yazmayıblar. Eyni zamanda da digər ixtisasların hamısı dolub, yəni 100% dolub və ya 90-95% ixtisaslar dolub. Belə olan halda əlbəttə ki, plan yerinə nə qədər artsa da müvafiq istiqamətlərlə təsir etmir. Bəzən də insanlarımıza bu çaşqınlıq yaradır ki, plan yeri artır, amma bal dəyişmədi, bal olduğu kimi qaldı. Digər amil isə bilirsiniz, ixtisaslar üzrə keçid ballarının artımı deyərkən biz təkcə məsələn 2024-cü ilin statistikasını götürüb baxmırıq da, yəni 2024-cü ildə keçid balı filan ixtisaslar bu olub. Məsələn, əvvəlki datalardan istifadə mütləq, yəni məsələn, lap əvvəlki dövrlər, eyni zamanda məsələn, bizim indi hal-hazırda 11 illik bazadan keçirilmiş buraxılış imtahanlarının formatı və ya da blok imtahanlarının formatı təməli 2019-cu ildə qoyulub. Yəni ilk dəfə 2019-cu ildə bu formata keçid alınıb. Siz təsəvvürünüzə gətirin ki, 2019-cu ildə olan imtahan göstəriciləri və ya da bu ilki imtahan göstəriciləri hamısı təhlil olunmalı. Elə ixtisaslar var ki, həmin dövrdə daha aktual idi, amma hal-hazırda o aktuallığını itirir. Yəni əmək bazarının tələbi də burada ciddi. Əlbəttə, bəli, bu amillər hamısı bu prosesdə əsas rol alır. Körtəbii formada yanaşmaq olar məsələyə, amma körtəbii formada yanaşılanı da biz adətən görürük nələri. Gələcəkdə əmək bazarında iştahıb işləyə bilmirlər və yaxud da başlayır ajotaj yaranmağa ki, məsələn, ali təhsil aldı, amma iştahıb işləyə bilmir, diplomun evində toz basıb. Yəni bu kimi fikirlərə cəmiyyət tərəfindən tez-tez rast gəlirik. Ona görə belə halların olması əlbəttə arzulanan deyil.
yaxşı olar ki, valideynlər, o cümlədən abituriyentlər mütləq araşdırma aparsınlar. Özləri nələrsə əldə edə bilmirsə, ən azı sahə üzrə fəaliyyət göstərən mütəxəssislərə müraciət etsinlər ki, onların fikirlərini alıb, onun üzərindən yola çıxsınlar. Yəni, bax, bu ümumi fikirlərim əsasında gəldiyim nöqtə ondan ibarətdir ki, bəzi hallarda bəli, kimlərsə yanlış qərar qəbul edə bilirlərsə də, yəni biz bu prosesin içərisində necə deyirlər, olduğumuz üçün daha dəqiq bilirik ki, məsələn, həqiqətən də ballar hansı formada düşə bilər və yaxud da hansı formada arta bilər. Bəzi hallar olur, məsələn, texniki xətalara yol veririk, bu da istisna haldır. Yəni, bunu kimsə istisna etmir. Çünki hələ bilirsiniz, qarşıda blok imtahanları keçirilməyib. Ola bilər, bəli, blok imtahanlarında iştirak edənlərin bütün əksəriyyəti daha yüksək göstəricilərə sahib olarlar. İxtisasların keçid balları birdən-birə daha çox artar. Məsələn, informatika mən dedim, ilk dəfə tətbiq olunanda fərqinə vardınız, 600 ballıq bir ixtisas birdən-birə 290 neçə bala qədər enmişdi. Yəni, bu yenilik tətbiq olunandan olmana baş verən bir prosesdir. Amma plan yerlərinin artımı ümumi bu prosesə birbaşa təsir edən faktor deyil. Təsir edən faktordur, amma birbaşa... Ciddi təsir edən faktor deyil. Bəli, ciddi təsir edən faktor deyil. Elçin, blok imtahanlarının üzərində xahiş edərdim ki, biraz dayanaq. Mən şəxsən öz fikrimi deyirəm ki, sizə, deməli, öz qənaətimə görə, bu ildə ötən ilki kimi blok imtahanları həddindən artıq çətin olacaq və bu ildə ötən ilki kimi biz maksimal 700 balı şəxsən mən subyektiv fikrimi deyirəm ki, gözləmirəm. Təbii ki, bu subyektiv yanaşmamdır və bunun səhv çıxma ehtimalı da var, doğru olmaq ehtimalı da var. Sizin bu prosesləri izləyən az öncə dediyiniz bir şəxs kimi bu ilki blok imtahanlarının ümumi durumunu, mənzərəsini necə görürsünüz? Yenə bu qəliz olacaq, yoxsa artıq yumuşalma burada da özünü göstərəcək? Bilirsiniz, Emin bəy, burada müxtəlif məsələlər istiqamətlərdən baxmaq olar. İlk növbədə baxaq ki, hal-hazırda 43 nəfər real açılan statistikada 700 bal toplayacaq namizəd var. Eyni zamanda apellyasiya müraciətləri qəbul aparıldı, dünən bitdi, artıq 9 martın nəticələri də hələ biz 6 aprel tarixində keçirilmiş buraxılış imtahanında nəticələrini bilmirik. Yəqin ki, gələn ayın əvvəlləri o da açıqlanacaq. Ola bilər orada kimsə maksimal nəticə əldə edə bilər və plus həmin o imtahan nəticəsi, apellyasiya nəticəsi bu 43 sayı yəqin mənə ehtimalıma görə ən azı 45-47 həddinə qədər artıda bilər. Belə olan halda yəni biz ən azı mövcud statistika üzərinə yenə bildiririk ki, 43 nəfər 700 bala potensial namizəd var. Və bunların içərisində indi kimlərsə həqiqətən də blok imtahanında uğurlu olub o maksimal göstəricini qazana da bilər və ya da qazanmaya da bilər. Amma əvvəlki illərlə müqayisələndirsək biz, bu ilin abituriyentləri, mən bütün açıqlamalarda hər zaman bu məsələyə toxunuram, daha hazırlıqlı abituriyentlərdir. Hətta ötən il, ondan əvvəlki illərlə. Niyə görə deyirəm bu fikri? Çünki 2019-cu ildə ilk dəfə bu imtahan tətbiq olundu, yəni keçirilməyə başlanıldı. O ilin abituriyentləri yad idilər prosesə. Ondan sonraki ilin abituriyentləri də yad idilər. Hətta 2021-22, yəni bunlar prosesə yad olduqları üçün özlərini tam olaraq öyrəşdirə bilməmişdilər. Amma biz baxdıq ki, 2023-dən sonra nəticə yavaş-yavaş artmağa başladı. Düzdür, 2023-cü ilin imtahanları bir qədər çətinliyi artırılmış imtahanlar idi. Yəni, tam razıyım sizə. Orada mətin sualının həcmi böyüdü, mətnin və yaxud da qoyulan sualların şərti bir qədər abituriyentlər üçün qavrama baxımından çətinlik törədirdi. Amma bununla müqayisədə istər ötən ilin abituriyentləri, istərsə də bu ilin abituriyentləri artıq imtahan prosesini, hətta ən çətin imtahan necə olur, 2023-də gördülər onu və ona da özlərini alışdırdılar. Və bundan əlavə bilirsiniz ki, artıq bizim orta və ümumi təhsil müəssisələrinin hər birində məhz qəbul imtahanı istiqamətində də hazırlıq prosesləri demək olar aparılır. Təmayülləşmə sinifləri və s. Artıq demək olar ki, o təhsil müəssisələrində qəbul proqramına uyğun hazırlıq aparıldığı üçün təsadüfi deyil ki, bu illəri məsələn repetir yanına hazırlığa getmədən uğurlu olan nə qədər abituriyent oldu. Mənim xatırladığım təxminən 2-3 nəfər abituriyent var ki, onlar bildirir ki, hər hansı bir repetirə müraciət etməyib, yalnız tədris müəssisəsində aldığı biliklər əsasında bu nəticəni qazanıb. Amma yenə ümumiləşdirsək biz məhz repetitorun hazırlıq kurslarının təhsil mərkəzlərinin bu prosesdə müştərək iştirakı və Dövlət İmtahan Mərkəzində vaxtından öncə hər il sentyabr ayında bilirsiniz proqramı elan olunur ki, buraxılış imtahanında bu proqram üzərindən biz imtahan götürəcəyik və o proqramda fevral ayına qədər məhz repetitor müəllimlər tərəfindən artıq şagirdlərə işlədilir. Və imtahana bir ay qalmışdı təkrar dövründə şagirdlər artıq həm bu proqramı mənimsəyirlər, eyni zamanda onunla bağlı ümumi suallarla işləyirlər və artıq digər bir istiqamətdə Dövlət İmtahan Mərkəzinə məxsus vəsaitlər ki var, əsasında test
topluları, inkişaf dinamikası ilə bağlı test toplusu var, eyni zamanda sinif testləri və s. Onların hamısının testlərini artıq abituriyentlər mənimsəyiblər. Hətta biz dəfələrlə deyirik, gözünüzdən qaçan testlər varsa onlara da baxın. Çünki bəzən olur ki, imtahan gedişatında həmin suallar orada öz əksini tapmış olur. Ona görə də bu ilin abituriyentləri dediyim kimi buraxılış imtahanında hazırdılar və blok imtahanında da biz onlardan daha uğurlu nəticələr gözləyirik açıq bu il üçün. Məsələn, ehtimalım nədən ibarətdir? Bu ildə humanitar yönümlü ixtisaslar istiqamətində ola bilər ki, maksimal nəticə qazanan abituriyent olsun. Yəni, ya 2 ya 3. Bəli, ya 2 ya 3. Eyni zamanda 1 və 4-cü ixtisas qruplarında da yüksək bal toplayan abituriyent yəni biz görə biləcəyik. Amma daha real məsələn desək biz, bu il Azərbaycan bölməsində maksimal nəticə göstərən abituriyent ola bilər, bəli. Amma Rus bölməsində bunu deyə bilmərik çünki yox idi. Yüksək bal toplayan ən azı birinci mərhələdə. Amma Azərbaycan bölməsi üzrə yüksək bal toplayan namizəd ən azı gözlənilir. Mənə görə yəni düz ötən dövrdə olduğu qədər gözləmirəm, amma ən azı 1 və yaxud 2 nəfər abituriyent maksimal nəticə əldə edə bilər. Yəni bu ehtimalımız var. Qaldı ki, blok imtahanının çətinliyi məsələsi. Blok imtahanında çətinlik əlbəttə ki, gözlənilir, yəni nə mənada gözlənilir. Proqramda tədris prosesi hələ davam edir. May ayının 25-i 2 və 3-cü qrupun imtahanları keçiriləcək. 1 iyun tarixində 1 və 4-cü qrupun imtahanları. Biz həmin dövrə qədər deyək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yalnız tədris olunan suallar, daha doğrusu mövzuları əhatə edən sualları görəcəyik orada. Çünki Dövlət İmtahan Mərkəzi imtahana ən azı bir həftə qalmışa qədər nə mövzular keçirilibsə, sırf onlar orada öz əksini tapır, yəni imtahan gedişatında. Və düşünürəm də ki, abituriyentlər artıq həmin dövrə qədər proqramı bitirmiş hesab olmalı. Yəni söhbət hazırlıqda olan abituriyentlərdən gedir. Yəni onlar üçün artıq proqram bitir və onlar təkrar dövründədirlər və daha asan cavablandırmaq imkanlarına malikdirlər. Onlar üçün artıq fərq etmir ki, sual qoyuluşu şərtləri nə qədər çətindir, ya da çətin qavranılmasıdır. Ona görə onlar daha rahat yaza biləcəklər. Amma çətinliyi daha çox kimlər hiss edəcək? Onlar orta məktəb proqramından gedirlər. Onlar orta məktəb proqramından getdikləri üçün təkrara vaxt qalmır və onlar çətinliyi daha çox üzərlərində hiss edəcəklər. Amma ümumilikdə mənə görə ötən ilin abituriyentlərlə müqayisələndirsək, bu ilin abituriyentləri üçün blok imtahanları elə də ciddi mənada çətinlik törətməyəcək. Ötəndən nisbətdə bəli. Amma bu da təbii ki, abituriyentləri arxaya salacaq fikir olmamalıdır. Abituriyentlər ən çətin nədirsə ona özlərini hazırlamalıdırlar. Xüsusilə də şərtə daha çox diqqət yetirməlidirlər. Həqiqətən də biz baxırıq ki, imtahan suallarının cavablandırılması zamanı şərti daha yaxşı mənimsəyən abituriyent daha uğurlu olur. Yəni şərtdə nə soruşursa bizə, ilk növbədə biz ona diqqət yetirməliyik ki, cavabı daha asan müəyyənləşdirə bilək. Elçin, bir vacib detalda toxunaq. Bayaq dediyiniz o proqram əsasında tərtib olunan suallar və sualların uyğunluq göstəricisi. Təbii ki, bugün Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulum standartlarından, onların məzmun xəttlərindən kənara çıxan suallar hazırlamır. Yəni bu ümumi bir gedişatdır. Amma və lakin biz ümumi toplumda, insanlar arasında söhbətlərdə eşidirik ki, bu prosesin içərisindəyik, sizlə bərabər biz sanki məktəbdə fərqli dərs keçirilir, amma suallar sanki fərqli bir şeylərdəndir. Amma məsələn fikrimiz bəzən çətin və yanlış qarşılanır ki, axı bu sual Dövlət İmtahan Mərkəzi hazırlanan sualda bunun məzmun standartları əsasında öz əksini taparaq sual kitabçasında bizim qarşımıza gəlir. Bu artıq neçə ildir ki, bizdə müəyyən bir çaşqınlıq yaradıbdır. Düzdür, siz demişkən artıq bəzən bu çaşqınlıq get-gedə aradan qalxır. Bu subyektiv fikrimdə və bunun nəticəsidir ki, 2 il darbalar ümumilikdə az qala 100-ə qədər uşaq 300 ballıq nəticəni göstəribdir. Bu o qədər də kiçik göstərici deyil. Amma ümumən Elçin bəy, sizin bu məsələ ilə bağlı münasibətiniz necədir? Məzmun standartları əsasında hazırlanan suallar niyə proqramda əksini tapan, proqram əsasında keçirilən tədrisdən bu qədər fərqlənir? Bu əslində daha çox cəmiyyət tərəfindən verilən suallardan da yaxşı ki, bu suallara toxundunuz. Təşəkkür edirəm bunun üçün. İnsanlarımıza çaşqınlıq yaradır o nöqteyi nəzərdən ki, bizdə Dövlət İmtahan Mərkəzi demək olar 11 illik prosesdə şagirdlərə nələr tədris olunursa və kurikulum standartlarında, istər məzmun xəttində, ümumiyyətlə Elm və Təhsil Nazirliyi təhsil məsələlərini nəzərdə tutub proqram nədirsə, məhz Dövlət İmtahan Mərkəzi ondan kənara çıxmadan sualları təyin edir. Burada çaşqınlıq yaradacaq başlıca məsələ ondan ibarətdir ki, hər hansı bir abituriyent 11-ci sinifdə təhsil alır, o imtahan verir və gedib imtahan verirkən baxır ki, məsələn, burada sual
və yaxud da qoyuluş dərk edə bilmir müəllim və yaxud da fərqlidir, heç vaxt rastına çıxmayıb, amma halbuki rastına çıxıb. Məsələn, 6-cı sinifdə və yaxud da 7-ci sinifdə və yaxud da ola bilər 4-cü sinifdə. Və Dövlət İmtahan Mərkəzi bütün hamısını əhatə edərək, 1-ci sinifdən deyək ki, 11-ci sinifə qədər müvafiq istiqamətlərin hamısında fənlərə görə sualları təyin edir. Şagird amma daha çox hazırlıq prosesində yuxarı, deyək ki, 11-ci sinifi bitirir, imtahan verir də, həmin şagird yalnız həmin 11-ci sinifə aid nə keçibsə onları görmək istəyir ki, orada o əksini tapsın. Daha əvvəlki dövrə qayıtmır. Yalnız kimlər o sualları cavablandırırlar? Təbii ki, 8-dən 9-dan hazırlıqlara başlayan şəxslər. Çünki onlar 8-dən hazırlığa başlayan şəxslər, repetitor müəllim, hazırlıq kursları 5-ci sinifdən və yaxud da 6-cı sinifdən etibarən bütün proqramı, əhatə eləyən mövzuları hissə-hissə bölüb aylara tədris edə gəlib. Amma məsələn, hansısa bizim X vətəndaşımız 11-ci sinifdə oxuyur və həmin şəxs imtahan verərkən konkret olaraq 11-in proqramı əsasında düşünür ki, suallar qarşısına çıxacaq. Əvvəlki mövzulardan bir o qədər də məlumatı olmadığına görə artıq yanlışlıqla suallar ya səhv yazır və yaxud da düşünür ki, Dövlət İmtahan Mərkəzindən Elmi Təhsil Nazirliyinin proqramında ziddiyyət var. Əslində heç bir ziddiyyət yoxdur. Hətta bəzi məsələlərdə Elmi Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi müştərək işləyirlər, işçi qrupları var. Qalır burada biz bu ziddiyyətin olmaması üçün nə edə bilərik məsələsinə aydınlıq tapmaq. Burada düşünürəm ki, Dövlət İmtahan Mərkəzi və ya Elmi Təhsil Nazirliyi ümumiyyətlə mənə görə qarşılaşdırma dövrəsində Nazirlər Kabineti belə bir qərar ala bilər ki, bizim təhsil haqqında qanunvericilikdə də bu dəyişiklik mütləq mənə görə ehtiyac var. Dünyanın əksər ölkələrində, hətta qonşu və qardaş ölkə Türkiyədə belə yuxarı təhsil pilləsi ayrılıb artıq universitetin demək olar ki, hazırlıq mərhələsi kimi. Siz təsəvvürünüzə gətirin ki, biz gəlirik 10-cu 11-ci sinifə qədər və biz 10-cu 11-ci sinifdə artıq istiqamətlənirik ali təhsil ixtisas qruplarına görə. İndi bizdə ixtisas qruplarıdır və orada düzdür, Elmi Təhsil Nazirliyi bir çox məktəbdə pilot layihə olaraq bunun tətbiqinə başlayıb. Təmayülləşmə sinifləri bilirsiniz, orada ixtisas qruplarına görə şagirdlər yerləşdirilir, məhz orada sırf ixtisas qruplarına görə hazırlıq keçirilir və s. Amma bunu biz bütün təhsil müəssisələrinə tətbiq etməliyik. Yalnız 10-cu 11-ci siniflər ixtisas istiqaməti üzrə tədris almalıdırlar və yalnız onlara vacib olan dərslərdən tədris almalıdırlar. Və belə olan halda da Dövlət İmtahan Mərkəzindən xahiş və yaxud da tələb etmək olar ki, məhz 10-cu 11-ci sinif əhatə etsin proqram. Belə qərar alınarsa, o zaman ziddiyyət aradan qalxar, şagirdlərin dərs yükü azalar. Eyni zamanda müəllimlərin dərs yükü azalar, həmçinin də repetitorluğa da müəyyən qədər təsir etmiş olar. Elçin müəllim, məhz bu yerdə çox gözəl detala toxundunuz və mən təşəkkür edirəm. Məhz bu məqamda bir dənə vacib sual vermək istəyirəmsə, ümumilikdə sözün böyük anlamında bu gün bizim qəbul imtahan modelində nələr dəyişməlidir? Xırda deməyək, əstəğfurullah. Müəyyən dəyişikliklər olur. Biz bunu hər il olmasa da 2 ildən bir görürük. Məsələn, bu ildə 9 ilə bağlı olsa da kiçik bir ştrix oldu. Bəli. Onu az öncə sizə səsləndirdik, xarici dillə bağlı. Gələn ildə nəsə olacaq, ondan əvvəlki ildə nəsə olubdur. Amma söhbət ümumilikdə, böyük masştabda, böyük miqyasda hansı dəyişikliyin və plus modelin fərqli yöndə formasiyasından gedir. Siz bunu gözləyirsinizmi? Və olası olsa, siz nə kimi dəyişikliyin olmasını istərdiniz? Məlumuz olduğu kimi bir neçə müddət bundan öncə Nazirlər Kabinetinin qərarı var idi. Belə bir qərara verilmişdi ki, ali təhsil müəssisələrində hazırlıq qrupları fəaliyyətə başlasın. Hazırlıq qrupları nə idi? Hər hansı bir abituriyent bu il imtahan verdi və o qəbul ola bilməsi imkan yaradılırdı ki, oxuyacağı ixtisasla bağlı həmin universitetlərdə təhsilini alsın. Yəni, belə bir qərarın verilməsinə baxmayaraq, hələ də bu istiqamətdə bilirsiniz, işlər görülmür və yaxud da qəbul aparılmır. Yəni, müəyyən səbəblərdən təbii ki, belə bir vəziyyət. Amma düşündüyüm ondan ibarətdir ki, biz qəbul formatında müəyyən dəyişikliklər mütləq etməliyik. Çünki artıq, məsələn, deyək, 2019-cu il və 2025-ci il keçən dövr ərzində indinin abituriyentlər də prosesə uyğunlaşıblar. 2018-ci ildə sonuncu ənənəvi qaydada olan imtahanda ölkədə rekord sayda 700 bal toplayan şəxs olmuşdur. Nə üçün? Çünki onlar da belə 92-93-cü ildən prosesə tamamilə içərisində idilər və bilirdilər ki, suallar necə ola bilər, qoyuluş necə ola bilər və onlar daha rahat suallar cavablandırırdılar. Və biz qəbul formatını dəyişərkən fənlərin sayını mütləq minimallaşdırmalıyıq. Eyni zamanda, məsələn, 6 fəndən, 7 fəndən yox, şagirdin həm dərs yükünü azaltmaq üçün, həm valideynlərin maliyyət cəhətdən itkiyə məruz qalmamaları üçün, yəni bilirsiniz, repetitor hazırlıqlarına yönəlmələri və yaxud da təhsili təhsil müəssisələrinə qaytarmağı üçün, yəni şagird artıq bilməlidir ki, bu təhsil müəssisəsində yalnız hazırlaşmaqla kifayət edəcək universitetə qəbul olmalı.
İlk növbədə bu fənlərin sayını minimallaşdırmaq, yəni mən həmişə deyirəm bunu 3 fənnə qədər saxlamaq. Necə ki, bu illəri və yaxud da bura qədər 5-ci ixtisas qrupu və yaxud da kollec istiqamətlərinə yalnız Azərbaycanla rezident xaricdən qəbul aparırıqsa, düşünürəm ki, digər ixtisas qruplarına da ən azı 3 fənn təyin edib, indi o 3 fənni də qərarlaşdırmaq lazımdır və yaxud da deyək, birini əlavə edək, lap deyək 4 fənn olsun. Yəni, onları təyin edib, onun üzərindən qəbul aparmaq məncə daha məntiqli ola bilər. Bir, bunu tətbiq etməliyik. 2, bugün bizim bəzi ali təhsil müəssisələri var ki, orada beynəlxalq dil sertifikatları əsasında qəbul aparılır. Məsələn, IELTS-lə, TOEFL-la və yaxud digər. Düşünürəm ki, biz yəni, bu istiqamətdə də ali təhsil müəssisələrinin qəbul olma imkanlarına baxmalıyıq. Yəni, şagirdi bu qədər istismar etməkdənsə, məncə şagird gedib sadəcə ingilis dilindən imtahan verib, nəticə qazanıbsa, məsələn, onun ingilis bölmələri istiqamətdən yönəltmək daha məntiqli ola bilər. Yəni, belə qərarlar almaqla, düşünürəm ki, gələcəkdə qəbul fənlərinin sayını minimallaşdırıb, eyni zamanda repetitorluq yeniləmə istiqamətində müvafiq olaraq hal-hazırda biz daha çox danışırıq, repetitorluğun necə sıradan çıxarmaq lazımdır filan. Hətta nazirlik səviyyəsində belə deyək, bu məsələlər diqqətə saxlanılır. Yəni, bu qərarları almaqla ən azından böyük miqyasda təsir etmək imkanları olar. Mən təşəkkür edirəm. Son bir sualım qaldı. Buyurun. Bu əslində mənim də yox, çoxsaylı tamaşaçıların adından verilən sualdır. Bu ilki ixtisas seçimində rəqabətlilik dərəcəsi necə olacaq? Təbii ki, bizim də bununla bağlı müəyyən bir proqnozumuz var, amma sizin proqnozunuzu eşitmək daha maraqlı olardı. İxtisas qrupları üzrə? Bəli. Təbii ki, biz keçid ballarından danışılan proqnoz ehtimalından danışdıq, bütün qrupları analiz edib incələdik öz yerində. Amma ümumilikdə bu illəri yenə ötənki kimi ixtisas seçimində güclü rəqabətliliyə biz rast gələcəyik, yoxsa yox? Əlbəttə ki, biz hər il olduğu kimi ixtisaslaşma zamanı bəzən körtəbli formada verilən qərarlardan yaranan rəqabət mühitini görürük. Bunlar əsasən nədir? Valideynlərin və yaxud da qohumların ətrafın təkidi ilə məsələn, daha çox hüquq istiqamətinə bir axın və orada rəqabət mühitinin yaranması, tibb istiqamətinə axın və tibb istiqamətində müəyyən bir rəqabət mühitinin yaradılması və s. Amma ümumiləşdirsək, düşünürəm ki, yenə də birinci ixtisas qrupunda, rezident informatika alt qrupunda burada rəqabət çox güclü olacaq. Hal-hazırki ərizə qəbulunda da biz bunu görürük ki, o istiqamətə gedən abituriyentlərin ötən dövrlə müqayisədə çoxluğu var. Yəqin ki, 1 may tarixinə qədər də bu daha da artacaq. Üçüncü ixtisas qrupunda da yenə də rəqabət daha çox olacaq. Artıq dönəndən etibarən 3-ə müraciət edilən sayı yenə ikinci qrupu üstələdi. İkinci ixtisas qrupunda daha əlçatan qəbul vəziyyəti görürük. Yəni, çünki ikinci qrupda həm plan yerləri imkan verir, həm də müraciət imkan verir ki, bəli, orada məsələn qəbul olmaq ehtimalı daha real görünür. Dördüncü ixtisas qrupunda da düşünürəm ki, bu il abituriyentlər digər dövrlə müqayisədə daha şanslı olacaqlar bəzi ixtisaslar istiqamətlərində. Beşinci ixtisas qrup, burada rəqabət çox olacaq düzü. Müraciət edilən sayında biz baxırıq, təxminən bilirsiniz, bu illəri 124 min ali təhsil müəssisəsinin qeydiyyatından keçib, elektron ərizə qəbulunda 5 mart tarixinə qədər kağızı keçirildi. Və onların da hal-hazırki vəziyyətdə 60 mini, demək olar ki, tən yarısı hələ 1-ci, 2-ci, 4-cü qrupların müsabiqəsində iştirak edir. İstəsənizə gətirin ki, ən azı 1 may tarixinə qədər bu hədd 90 minə və yaxud da deyək 100 minə çatsa, ən azı 24 min nəfərin 5-ci qrup istiqamətində axını gözlənilir ki, hətta indi... Burasının böyük rəqamdır, bəli. Bəli, onlar üçün ayrılan plan yeri təxminən 3 min ola ya olmaya, amma bu qədər rəqabət mühiti ən çox deyəcəyəcən də məhz 5-ci ixtisas qrupunda müşahidə olacaq. Bəli. Ümumilikdə daha çox əmək bazarında bu günə və yaxud da bundan sonraki dövrə daha çox tələbat olan ixtisaslar ki var, həmin ixtisaslarda rəqabət mühiti daha gərgin olacaq. Birinci qrupun tutaq ki, informasiya təhlükəsizliyi, proqram təminat mühəndisliyi, eyni zamanda kompüter elmləri daxildir buraya, informasiya texnologiyaları daxildir, data analitikası daxildir. Hətta yeni yaradılmış ixtisas var, riyaziyyat fizika müəllimliyi. Məsələn, bu ixtisasın da belə balanda müəyyən qədər artımdır gözlənilir və yaxud da rəqabət mühiti yaranacaq, çünki ikili ixtisasdır. İkinci ixtisas qrupunda beynəlxalq ticarət və logistika, maliyyə ixtisasıdır, iqtisadiyyat ixtisasıdır ki, bu ixtisaslarda tədris ingilis dilində rəqabət daha gərgin olacaq. Üçüncü qrupun hüquq, dövlət və ictimai münasibətlər, tərcümə ixtisaslarında əsasən Koreya, Çin, Yapon, erməni dillərində məsələn rəqabət daha gərgin olacaq bu ildə. Dördüncü ixtisas qrupunda da tibb ixtisasında deyirəm rəqabət olacaq, amma əvvəlki dövrlərdən bir qədər az. Çünki 4 universitet artıq bu istiqamətdə qəbul aparır. Stomatologiyada rəqabət gözlənilir. Biotexnologiya ixtisasında və psixologiya tədris ingilis dilində ixtisasında ki, rəqabət mühiti məhz bu ixtisaslarda özünü doğrulacaq. Amma qalan digər ixtisas qruplarının hər bir ixtisasında daha gərgin rəqabət mühiti açığı gözləmirəm bu ildə.
Elçin müəllim, çox təşəkkür edirəm. Həqiqətən də biz demək olar ki, bütün məsələləri incələməyə çalışdıq və hörmətli izləyicilərimiz də bir çox suallara sayənizə cavab tapmış oldular. Minnətdarıq sizə və təbii ki, biz abituriyentlərə, onların valideyn və müəllimlərinə indidən uğur arzu edirik. Hər birinə, bəli. Və hörmətli tamaşaçılar, sizinlə sağollaşırıq. Təhsil əməkçisiz olun ki, biz sonunda təhsilsiz qalmayaq.